Bu günlərdə çox insanın diqqətini çəkən məsələlərdən birisi İsrailin hərbi gücüdür. Bəs hərbi gücü yaradan faktor nədir? Bu isə iqtisadi gücdür. İqtisadi gücü isə texnologiyanın gücü yaradır. İqtisadi tərəfdən baxanda İsrailin ümumdaxili məhsulu ÜDM-i 517 milyard dollardır. 2024 qaynaqlarına baxanda adam başına düşən nominal ÜDM isə 52 min dollardır. Bəs Research and Development, yəni tədqiqata ayırdığı pullar nə qədərdir? Bu da 517 milyard dolların 6,3%-dir. Bu da dünyada onu birinci yerə gətirib çıxardır. Nə o Çindir, nə Amerikadır və ya nə başqalarıdır. Bu elə İsrailin özüdür. Eyni zamanda unicorn şirkətlər var ki, qiyməti 1 milyarddan daha çoxdur onların və İsraildə bu şirkətlərdən 90-dan daha çoxdur. Sadəcə İsraildə olan. İsrail mənşəli isə dünyanın fərqli yerlərində 100-dən artıqdır. Eyni zamanda İsraildə fəaliyyət göstərən IBM olsun, Apple olsun, Microsoft olsun və HP olsun şirkətlər də var ki, onlar neynirlər? Öz tədqiqat mərkəzlərini elə İsrailə qurmuşdular. Bu da bir yandan İsrailin nədən belə güclü hərbiyə sahib olduğunun göstərgəsidir.